Daxmalı qullarla kolonun fərqi nədir? Romada elmin inkişafı nəticəsində su dəyirmanları, kötanlar və biçin alətləri ixtira edildi. Quldarlar bu əmək alətlərini qullara həvalə etmək və yaxud da etibar edə bilmirdilər. Bu da deyir, texnikanın inkişafına ləngiməsi ilə nəticələnirdi. Belə olan halda quldarlar qullara güzəştə getməyə məcbur qalırlar və beləliklə daxmalı qullar və kolon ifadəsi yaranır. Daxmalı qul kimdir? Ona icazə verirlər ki, kiçik torpaq sahəsində bir özü üçün daxma tiksin və ona əmək aləti verirdilər. İcazə verirdilər ki, ailə həyatı qursun. Bəs bunun əvəzində daxmalı qul nə etməlidir? Bunun əvəzində daxmalı qul əldə etdiyi məhsulun bir hissəsini torpaq sahibinə, yerdə qalan hissəsi özünə qalmalıydı. Adından məlumdur, quldur, azad deyil, azad şəxsi hesab edilmir. Bəs kolonlar kimdir? Kolonlar azad adamlardır. Onlar torpağı icarəyə götürən şəxslərdir. İcarəyə götürən şəxsləri biz necə adlandırırıq? İcarədarlar. Bu icarədarlar əldə etdiyi məhsulun bir hissəsini verir torpaq sahibinə, yerdə qalan hissəsi özünə qalır. Daxmalı qulla kolonun ortaq cəhəti nə oldu? Məhsulun bir hissəsi özünə qalır, yerdə qalan hissəsini isə torpaq sahibinə verirdi.